Yazıya pozu yoxdur deyirlər. Yaxşı ya pis, nə yazılıbsa qalasıdır. Bəhs etdiyimiz mövzular günümüzün yazılarıdır. Gəlin birgə yozaq, həqiqətə daha yaxın olaq. Salam, əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Bugünkü söhbətim tanınmış şair, yazıcı, jurnalist Həmid Herizçidir. Həmid bəy, xoş gəlmisiniz. Teşekkür ederim. Nə var, nə yox, necəsiz? Şükür. Peki, yaxşı olasınız. Sizlə görüşüb də bütöv Azərbaycan məsələsindən, Azərbaycançılıq məsələsindən danışmamaq mənə elə gəlir. O, biraz belə standart dillə desə günah olar. Gəlin ondan başlayaq ki, siz bu illəri Novruz ərəfəsində, yəni orada artıq müharibə gedən vaxtı idi, siz Təbrizdə idiniz. Yox, Siz ondan əvvəl getmişdiniz, amma döyüşlər başladı. mən Həmid Herizçi olmazdım. Öncə görən olmazdım. Əgər o gür hadisələrdən bir həftə öncə daxilən nəyisə düşünərək, hiss edərək, əsər şair kimdir, yazıcı kimdir, politolog kimdir, öncədən nəyisə hiss edirdim. Mən bildim ki, daxili bir ağılla ki, orada böyük hadisələr olacaq. Bir həftə öncə 20 fevral 2026-cı ildə mən ikinci paytaxtımıza, belə deyək. Azərbaycan, böyük ölkələrin iki paytaxtı olur da. Rusiyanın Sankt-Peterburg, Moskva, məsələn, Türkiyədə İstanbul, Ankara. Bizdə də elədir. Bu bizim böyüklüyümüzdən xəbər. Bizdə nəsə nöqsanlar varsa, onun hamısının səbəbi oldu ki, ölkə bütöv deyil. Azərbaycanın çox kiçik hissəsi, əhalisinin çox kiçik hissəsi Arazın bu tayındadır. Bunu mən bilirdim böyük hadisələr baş verir. Bilirdim ki, Təbriz artıq Bakıdan birinciliyi alır və dünya açılır. Bu təsadüfi söhbət deyildi. Mən Arazın o tayına. Yəni o mənəvi anlamdadır. Bəli, mən fevral ayının 20-sində mən Facebook paylaşımlarımı da oxuya bilərsiniz, o xronologiyanı görərsiniz ki, mən müharibədən öncə getmişəm. Bəli. Statusların. Mən gedəndə bilirdim ki, müharibə olacaq və bir daha öz daxili öncə görmələrimə, hissiyatıma hörmətim artdı. Bakılıların bir sözü var, özünü tanıyan cahilsən. Bax, mən Arazın o tayında özümü tanıdım. Mən hesab edirəm ki, yazıcı, jurnalist bugün Bakıda olmamalıdır, Təbrizdə olmalıdır, Arazın o tayında olmalıdır, Tehranda olmalıdır, Əhvazda olmalıdır. Necə böyük yazıcılar ötən əsrin 30-cu illərdə o böyük müharibədən öncə İspaniyada idilər. Çünki İspaniya əcəl zəngi idi. Hemingway'nin eyni adlı əsəri də var. Həm də ki, bu ifadə özü. İndiki əcəl zəngi isə sözsüz ki, Arazın o tayında idi. Dövrün ən böyük musiqisi, onu gəlirsən eşidərsən, F-35-lərin səhər-səhər əzandan öncə, əvvəl və gəlməyi və azan səsi ilə bir qarşı durmaya çıxması, azanın səsi artdıqca görsən, göydən F-35-dən səsi artır. Ən müasir səsdir F-35, modern səsdir. Bunu eşidirsən, o musiqini eşidirsən, o musiqilərin müharibəsi Təbrizin üzərində. Bunları mən hamısını gördüm, bu taleyin bir hədiyyəsi idi. Mən hesab edirəm ki, böyük yazıcı, jurnalist bugün Bakıda oturmamalı. Hemingway kimi. Olmalıdır Arazın o tayında. Mən sizə deyim ki, o mənim bir know-how'm deyil. Hələ Nüsrət Kəsəmənli, birisi Təbrizdə ölüb. Hiss eləmişdi ki, Azərbaycanın artıq mənəvi paytaxtı, siyasi mərkəzi yavaş-yavaş Bakıdan Təbrizə keçir. Nüsrət onun üçün getdi. Nüsrət orada şair oldu, çünki ondan müasir 90-cı illərin kommersiya həyatı Nüsrətdən artıq şair olmaq taleyini alırdı. Onu eləyirdi kommersant, turizm şirkətinin böyüyü, o Azərbaycan Yazarlar Birliyinin birinci qatında bir turist şirkəti düzəldib. Və birdən-birə bu xəstəlik onda bu Təbrizdə düşür. Bunu mən Təbrizdə danışım. Nüsrət orada yenidən qayıdır şair kimi də ölür. Şahmar Əkbərzadə, o da Təbrizə getdi. Orada gördük, burada ancaq biznes tələb olunur. Çünki 90-cı ildən üzübəri artıq bizim şair yazıcılarının, mədəniyyət xadimlərinin əksəriyyəti artıq nə jurnalistdir, nə teatr xadimidir, nə kino, televiziya mütəxəssisidir, aparıcısıdır. O daha çox kommersantdır.
Və Şahmar Ələkbərzadə də o tərəfdə getdi və mən sizin gün Təbrizdə bax bu Nüsrətlə Şahmar Ələkbərzadənin şeirlərini bütün ziyalılar deyir. Kim Təbrizlə işləyibsə, Təbriz olaraq tanıyır. Zəlimxan Yaqub Güney aşıqlarına oturubdu. Bir əhərə gedirsən, hara gedirsən bu aşıqların içində Təbrizdə. Zəlimxanın şəkli hər yerdə. Xalq sevir Zəlimxan. Zəlimxan Güney Azərbaycan xalqına aşıqlarını yedurdu. Onları dartdı, onların səviyyəsini artırdı, gətirdi bura işlədi və bu göstərir, bu tək mənlə bağlı deyil. Yəni məndən öncədir. Müəyyən adamlar başa düşüblər ki, artıq Kuzey Azərbaycan, ümum Azərbaycan çapında, qapsamında birinciliyini itirir. İtirir və yavaş-yavaş Güney ikinci bizim paytaxtımız. Əslində birinci önə çıxır. Bunu mən hiss edirdim, onun üçün də gedmişdim Arazın orada. Sözsüz ki, müəyyən dedikodular və s. bunlar olmalıydı, oldu da təəccüblü olardı ki, buna bu cür reaksiyalar verilməsi. Ancaq yenə də deyirəm ki, bugün Cavad Pənahi Kan festivalına çıxır. Yek hadisə-i sadə, farsça belə, sadə bir hadisə filmi ilə Kanda Qızıl Aslan. Qızıl Aslan da əslində Təbrizin böyüyü olub da, Eldəgizlərin paşı. O da belə rəmzi məna daşıyır. Çox ciddi. Çünki Nizaminin də Qızıl Arslan Fərhad Bəşirini sifariş edib. Siz bilirsiniz, Cəfər Pənahi çox milli adamdır. Qızın adı solmazdı. Bütün filmlərində ikinci qatda Azərbaycan dili gedir. Məsələn, film gedir, orada arxada Azərbaycan dili gedir. O çox gözəl kinematografik, həm də İranın reallığıdır. Biz o səsi eşitmirik. Biz Azərbaycanlılar Cəfər Pənahinin filmlərinə baxarkən ancaq öndə olan fars dilini eşidirik. Ancaq arxaya qulaq asın, orada Azərbaycan dili gedir. Filmdə də necədir? Film çox gözəldir süjeti ilə. Biz başdan ayağa burada intriga, burada artıq mədəni həyat, mən deyərdim ki, yox. Var vəzifə. Əsas xəbərlər nədir? Filan kəsə yüksək vəzifə verildi. Düzdür? Facebookda əsas budur da vəzifə verildi. Hə? Budur da bizim son. Təltif olundu. Hə, nə üçünsə bax bizim böyük jurnalistlərə dövlət vəzifəsi verilir. Nədir? Əslində məzarı qazılır o insanlar. O jurnalistlər ki, dövlət işinə gedirlər, ona jurnalist kimi, yazıcı kimi, hamısı məhv olurlar. Mətbuat katibləri olurlar da, ən yaxşı halında da, orada da məhv olur. Əslində o yaxşı bir amildir. Ancaq biz görürük ki, Güneydə doğrudan da mədəniyyət inkişaf edir. Cəfər Pənahi getdi Kanda festival aldı, bunun xırdalıqlarında. Süjet nə qədər gözəldir. Avtomobil qəzası. Parisdə avtomobil qəzası da bir elçinin əsəri vardı. Ancaq onun daha mükəmməl şəkli bu senariyadadır. Qəza zamanı o qəhrəman birdən-birə Rəşid adında çıxır, nəsə öyrənir, birdən görür ki, bunun ayağı protezdir. Protezin səsi gəlir. Protezin səsindən emalatxanada olan başqa birisi, Azərbaycanlı. Elə başa düşür ki, Vahid də özü onun adı. Özü xüsusi ki, o Azərbaycanca danışır özü. Deyir ki, yox, bu bizi tutan köhnə sepahçı, İqbaldır, buna oğrayır, aparır, məhkəmə qurmaq istəyir. Son birdən-birə baxır ki, yox, bunun ayağını elə deyəsən təzə kəsiblər. O da qışqırır ki, yox, mən təsadüf, həyat təsadüfdür. Bizdə fəlsəfə var, qədin Zen fəlsəfəsi ki, ana qanunu həyatın təsadüfdür və sənətin ana qanunu təsadüfdür. Kör təsadüfdür, əslində bəlli olur ki, yox, kör deyil əslində. Bizim girmədiyimiz 6-cı hissiyyət, bildiniz, onun yolu və Cəfər Pənahi və bunu açır, Kanda festival alır. Qızıl Arslan brendini ilk dəfə 800 il fasilə ilə Eldəgizlər dövründən sonra yenidən getirir Azərbaycan təfəkkürünə. Digər tərəfdən Məsud Pezeşkan, həmin məktəb onu o hadisələrin, mədəni hadisələrin siyasi tərəfini, bugün mən o şəkli sizə göndərdim, Trump'ın imzasının qabağında Pezeşkanın imzası dayanıb o. Bütün bu senari müəllifi sözsüz ki, Pezeşkandır. Təbriz Ticarət Sənaye Palatasıdır bunun müəllifi. Yaxşı ki, yazıçılar deyil. Çünki yazıcı şairlər kasıbdır, kasıblar. Siyasi senarilər yazmırlar. Bunu yazır Təbriz tacirləri. Cəfər Pənahini də maliyyələşdirən o Təbriz Ticarət Sənaye Palatası, ona otağı bazarqanı deyirlər. Təbrizli yəsi var, sahibi var və Azərbaycan sənətinin vizual, yəni kino
sahəsini görürsən biz film çəkə bilmirik, çəkə də bilmərik. Çünki vizuallıq, miniatüra Təbrizdədir. Çünki Qulam Rza Səadəti kimi çox gözəl bir senarist ki, İranda bunun əsasını qoyub. Biz ondan tanış deyilik. İndi bütün İran kinematografi Qulam Rza Səidinin daha doğrusu. Hə. Bax bu senarilərindən inkişaf edir. Biz bu məktəbi keçmədik. Biz senari məktəbini keçmədik. Biz nəyə görə Azərbaycanda istər nəsr, istər şeir. Çünki Azərbaycanlılar nəsr bir gün dünyada əsas deyil. Senari. Azərbaycan nəsri heç kimə lazım deyil. Çünki Azərbaycanlılar ancaq həyatı yazırlar. Halbuki yazıcı həyat və ölümü yazmalıdır da. Qoş olmalıdır. Sən axı həyat kimə lazımdır əgər orada ölüm yoxdursa? Mən sənə təkcə həyat yox, həm də ölüm arzulardım. Bax sənə nəyə görə onda bütöv olacaqsın. Sənətdə mütləq yerə ölümü də təsvir edir. Təbrizdə buna ilə digər tərəfdən bir gün traktor sahəsi Təbriz futbol klubu Amerikadadır. Bəli. Trump əslində Təbriz Ticarət Sənaye Palatasının cızdığı o senariyə imza atır. Təbriz öyle çıxır siyasəti. İranda hakimiyyət qayıdır Azərbaycanlılara. Bu böyük bir proses. Biz bunu sevmirik, istəmirik. Çünki bu bizi ikinci, üçüncü, dördüncü dərəcəli eləyir. Azərbaycanın bu tayında olan adamlar istəmirlər. Onlar görürlər ki, onların qurduğu yalancı ədəbiyyat, yalancı mədəniyyət, yalancı siyasət artıq özünü doğrultmur və bunun qarşısında, bu fiyaskon qarşısında həqiqi Azərbaycan, mən qorxmam bu sözləri deməkdir, öz sözünü deyir və buna hazır olaq. Nəyə görə qısqancıq? Nəyə görə biz Təbrizlə heç bir iş görə bilmirik? Biz Təbrizlə ticarət belə apara bilmirik. Təbrizdə bir dənə tacir yox idi ki, mən desin ki, mən Bakıdan al-ver edirəm. Mən deyirəm, mümkün deyil. Tacirlər al-ver edirlər, qalsın Şəhriyar kimi şairlər. Biz oturaq, biz düşünək, nəyə görə biz Təbrizlə ticarət edə bilmirik? Nə üçün bugün biz Təbrizdən, məsələn, tikinti materialları ən ucuzda alsaq, burada tikinti bazarında 3 dəfə ucuzlaşma olacaq. Təbrizlə Azərbaycan arası sərhəd açılsa, Azərbaycanda 3 dəfə ucuzluq var. Kim bu 3 dəfə bahalığı yaradır, bu sərhəddi kim bağlayır? Məqsəd nədir? Bunlar çox böyük söhbətlərdir və bunun sözsüz ki, cavabları məndə var, ancaq verilişimizin qapsamı, necə deyirlər, buna imkan verməyəcək. Beləliklə, mən elə belə 2-3 ildir Güney Azərbaycan. Mən həmişə ömrüm boyu Güney ilə məşğul olmuşam, ancaq ömrümün bir hissəsini verdim Şimali Azərbaycana və çox peşmanam. Mən çox peşmanam ki, 60 ildən çox hədər öz istəyidi. Azad televiziyanı yaranmağı, ANS və s. və digərlə. Mən bütün Azərbaycan telekampanyalarında işləmişim. Bir yerdə ki, İlhamiyə Rızayevə kimi mən həyat yoldaşı, onun səsi elə nəyə deyər? Ən mükəmməl, heç bir infantillik yoxdur. Bilirsən də bizim bütün teleaparıcılarımız infantildir, uşaq olmaq istəyirlər, uşaq səsi ilə danışırlar, böyüyürlər, səs böyümür. Çünki səs başqa bir aləmin biologiyasıdır. Onu ancaq sənətlə, həqiqətlə artıra bilərsən. Bədənin böyür. Bizim teleaparıcılar hamısının bədəni böyüyür, fizioloji ömrü gedir, ancaq səs böyümür, infantildir, cır səslə danışır. Hamısı kişilər də, qadınlarla. Bir də İlhami xanımın səsi, əladır, gözəldir. Ən ölük mətin, informatik mətnlərdə, onlar dirildən İlhami xanım. Bir yerdə ki, İlhami xanımın qiymət vermirlər. Mən burada nəyəm? Mən məsələn, çox peşmanam ki, bax, Azad televiziyanın yaranmağında, Azad şeirin, nəsrin, hamısının müəllifi mən olmuşum. Bunu hamı bilir, Azad Yazarlar Ocağının sözün yaxşı mənasında yaradıcılarından biri mən olmuşum. Mən peşmanam. Əvvəla mən ancaq xain yetişdirmişəm, mən baxıram. Doğrudan deyirəm. Mən yetişdirdiyim bütün tələbələr Ayoda da, televiziyada da xəyanət etdilər. Bu da labüddür. Şeirim var. İnsan lüddür, xəyanət labüddür. Və bunu yaşadıq, bitdik, qutarın. Halal xoşunuz olsun. Mən Arazın o tayındayım, bu tayında deyiləm. Çünki özüm oralıyam, 7 əmim var, 7 bibim var. Ata evim oradadır. Mən çox doğrudan peşmanam ki, 60 illik ömrümü mən Arazın bu tayına xərcləmişim. Vallahi peşmanam. Səmimi, çox səmimi və mən unutmaq istəyirəm burada olan həyatımı. Həqiqətən və xoşbəxt olam, mən sıfırlanmaq istəyirəm. Mən istəyirəm həyatımı təzədən Təbrizdə başlayayım və başlamışam da. Və mənim üçün orada mənfi heç nə yoxdur. Heç Azərbaycanlının böyük olmasına heç nə lazım. Bir arazı atlayıb gelirsən Təbrizdə oturursan. Siz dediniz ki, başlayanda
bizdə indi müəyyən adamlar anlayır ki, mənəvi siyasi paytaxtımız Təbrizdir, Təbrizdir. sözsüz ki. Sizcə bu siyasi dairələrdə, hakimiyyət dairələrində, bu tayda da, o tayda da və eyni zamanda bu yükü çəkib aparası siyasətçilər inzibati tərəfdən onun nizamlayan adamlardır, amma mənəvi yükünü çəkən həmişə alimlər, sənətkarlardır da, belə götürək, fikir adamları, düşüncə adamları. Biz buna hazırıqmı? Yox. Və bu proses necə baş verəcək, necə gedəcək? Əvvəla dirijor çubuğu burada sözsüz ki, artıq Arazın o tayındadır, Məsud Pezeşkandadır. Əslində onun arxasında duran bu müəllif burada hard diski. Və sözün Bu işin hard ümumiyyətlə diski bu qaçılmazdı, yoxsa qaçılmaz. Başlayıb bu arxasında bunun Təbriz Ticarət Sənaye Palatası dayanıb. Sevinək ki, şair yazıçılar durmayıb, çünki onlar iqtisadi baxımdan çox zəiflər, kasıbdılar. Burada da, orada onlar böyük siyasətdir. Bu böyük siyasət Təbrizin böyük maliyyə maqnatları tərəfindən başlanılıb, Otağı Bazar Qanı tərəfindən 2 il bundan qabaq, hələ 2024-cü ilin fevralında İranın Almaniyadakı səfiri Məcid Nili qəfil gəlir Təbrizə, Təbriz Ticarət Sənaye Palatasının rəhbərliyi ilə görüşür, şəhər meri, Şərqi Azərbaycan vilayətinin Şərməst, Bəhram Şərməstlə görüşdür. Siz bilirsiniz də, o milli hisslərində məşhurdur, traktor sazının bütün oyunlarına gedir, azərkeşlərin içində oturur. Bir tərəfdən traktor sazı alovlandı, o 2024-dür. Bir tərəfdən Təbriz Ticarət Sənaye Palatası Almaniyada yeni təyin olunmuş İran səfəri ilə görüşdə qeyd elədi ki, Avropa ilə böyük ticarət Təbrizdən keçəcək. Bu məqalə, mən məqaləm var, bax, şəkillər də çıxdı, hətta qəribə idi. O yeni təyin edilmiş səfir Məcid Nili deyirdi ki, mən Təbrizdən məsləhətləşəcəm. Bunun səbəbi var, çünki Təbriz qədimdən Almaniya ilə bağlıdır. 5 milyard, 6 milyardlıq Almaniya sərmayəsi var, Təbriz Ticarət Sənaye Palatası. Hətta Təbrizdə bu sepahçılardan, Xomeyniçilərdən əvvəl hakimiyyətdə olan şəriət mədarı, bu mollalar İranda hakimiyyət, Təbrizdə hakimiyyəti şəriət mədarı dəstəsindən alıb. O köhnə imam cüməsi idi Təbriz. Onun partiyası elə İranda Təbrizdə elə olardı. Əslində Təbrizdə hakimiyyət müəyyən qədər elə köhnə şəriət mədarçılardır, ancaq onların siyasi mərkəzi Almaniyadır. Və Azərbaycan siyasətçilər heç vaxt o qüvvələrlə işləmiyor. Azərbaycan Təbrizlə işləmiyor, işləyə də bilməz. Çünki Təbrizin o milyarder böyükləri, hansılar ki, öyrəniblər Singapurda böyük işlər olsun. Biz öyrənmişik, yəni gəl sənə biraz hədiyyə verək, sənin nə bilim bir kənə o Təbrizdə deyəcək, gəl milyardlıq al verəliyik. Biz buna hazır deyilik. Biz o səviyyə, iqtisadi baxın, bizdə məmur biznesi var, bizdə özəl biznesi yoxdur. İranda nəzərə alın, bəli söz azadlığı yoxdur, bəli fanatizmdir, bunlar mən boynuma, ancaq biznes azaddır, dil azaddır. Fikir verin, İranda nəyə görə İranda uddu bu hadisə? Çünki biznes orada azad idi. Bu çox vacib məsələdir. İranda biznes azaddır, mən bunu qorxmadan deyirəm. Bəli, söz azadlığı yoxdur, fikir azadlığı yoxdur. Qadınlar indi bizim o Sevil dövrünün feminizmini qazanırlar, o Almaz əsəri Cəfər Cabbarlı. 100 il gecikmədən İran bir gün feministik mövzunu həll edir. Yəni çarşafdan Ancaq İranda azadlıq olub, bu biznes azadlığıdır. Və bir gün İranda o müəyyən qələbələr əgər İran Amerika ilə İsrail ilə münasibətlərində qazanırsa, o biznes azadlığına görədir. Yəni biz bunu boynumuza alaq və İranın o azad qismi ilə biz əlaqə qurmamışıq. Biz Təbrizlərin heç bir nə siyasətçilərindən, o dedim şəriət mədarı dəstəsi ilə, nə Həsən şəriət mədarı ilə ki, onun böyüdü. O Təbrizin gizli Təbriz deyirik, dumanlı Təbriz, o qeyb Təbriz, o sözsüz ki, ora Həmid Erişçi girə bilər, çünki mən özüm Təbrizliyim. Ancaq mən sizə inandırıram ki, heç kim orada bizdən, nə orada olan ədəbi diskurslara girə bilər. Təbriz tam qapalıdır bizim üçün. Uzun müddət məlum olmayan, belə bir Təbrizsiz Azərbaycan ideyası, bax, bu faciə gətirib çıxartdı bizi. Təbrizsiz. Biz Təbrizsiz işlər görmək istəyirik. Alınmayacaq və Azərbaycan tarihi sözsüz ki, Təbrizlə bağlıdır. Təbrizin böyük ailələri. Bax, indi məsələn, tutaq ki, Amerikanın danışıq aparan əraqçı, məsələn, hərisçi,
Bu əyan nəsillərdir. Bu həmin nəsillərdir ki, 100 il, 150 il bundan öncə Qacarlar dövründə pasport alıblar və soyadlarını türkçə eləyiblər. Ərakçı, Herisçi, İstanbulçi, Qəndçi, Fərsçi. Bunlar hakimiyyəti İranın elitasıdır bu. Bu elita, biri də mən, Herisçi nəslimiz. Niyə görə mən bir danışıram İranda və qorxmuram heç nə? Çünki mən öz nəslimə, öz qədim Herisçi nəslinə güvənirəm. Bizim Heris xalçamız var. Dünyanın bütün ən varlı ailələrinin evində Heris xalçaları var. Baxın, Roma papası bastırılanda da Heris xalçasının üstündə gedir. Yəni biz elə belə Heris xalçalarını toxunmam. O bizim uçan xalçamızdır. Və o uçan xalça bizi Hamburqa gətirib, Romaya gətirib, İran siyasi establishmentə gətirib. Bu yollarla indi biz bunları istəmirik. Biz həvəskar, adı bəlli olmayan, nəsli bəlli olmayan adamlara mikrofon, biz marginal adamları uzun müddət güneydən gələn marginal adama mikrofonlar vermiş. Onları məcbur eləmiş Azərbaycan adından danışsınlar. Halbuki bəlli deyildi onlar kimlər. Biri var idi. Və bu gün də var axı. O da Çinlə qutarır familiyası, ancaq o təsadüf idi. Mən adlar çəkməyim, çünki peşəkarlıq onunla bağlıdır ki, yeri çox adlar çəkməyəsin. Yenə də deyirəm, Arazın bu tayında da çox böyük yenidən qurmalar başlayır. Bu başladı sözsüz ki, Kinematograflar Birliyində olan bax bu yeni kadr dəyişkənlikləri ilə Əlisa bəyin hakimiyyətə gəlməyi. Çünki vaxtilə seslərdə də bu yenidən qurmalı kinematografçılardan başlamış. Hələ o iş başlamış. yarım çıxdı. Çünki qurultayda yetər say olmadı. Ona görə də qatar tərpənib. Bax, mən də hesab edirəm ki, Orxan Safarinin bugün birinci dəstə yox, A kateqoriya yox, alfa qrupuna yox, ancaq beta qrupunu tənqid eləməyi kadrlar. Birisi də Orxan Safari tənqid edir beta qrupunu. Alfaları yox, betalar da. Bu da məncə razılaşdırılmış bir işdir. Başlayıb, yəni saf çürüklər gedir. Yaradıcı təşkilatlarda, teatrlarda da yer dəyişmələr zatlar bundan danışır. Satın almaları Mədəniyyət Nazirliyində ən məxfi sənədi kitab satın alınmalardır. O məxfi sənədi idi. İndiyə gələndə gizlincə müəyyən adamlar əsərlərini satdırırdılar hökumətə. Bəlli oldu ki, Bəhram, bildinizdə şən və hazır cavab, Bəhram, Qəşəm, Nəcəfzadə çox kədərli şeirlərin müəllifi, oğlu Kəramət, dövlət bunların kitablarını almağa məhkumdur. Bu siyahını nə üçünsə Mədəniyyət Nazirliyi ötürür mətbuatı, mətbuatda çap edir, bu razılaşdırmır. Demək, hökumət boynundan atır. Həm bu imzaları atır, həm bu satın almalar açır və deşifrələnir. Bəzi adamlar sabah olunan başqa yerdə olan sənədləri də deşifrələnəcək. Sadə deyil bəzi adamlara qarşı mətbuatda gedən, bax bu ifşa edici məsələsində başladı Mədəniyyət Nazirliyinin o məxfi siyahısını açmalı. O məxfi siyahı idi. O məxfi deyil o. Yox, indiyəcə məxfi idi də. Yəni məxfi kimi saxlanılırdı da. Bəli, ancaq ona bir təpər lazım idi ki, yeni rəhbərlik, Mədəniyyət Nazirliyinin yeni rəhbərlik modernizmə getdi. O siyahını açıqladı. Dedi ki, bizim boynumuza ildə 200 min, 300 min manat xərcləyib bu kitabları almaq tələb olunur. Yəni bu əslində həm müəlliflərdən alınır, həm nəşriyyatlardan alınır. Bəli. Və bunu bugünkü Mədəniyyət Nazirliyi, yəni bizdə də başlayıb bu yenidən qurma. Həm Arazın o tayında çox güclü sirkələnmələr gedir, həm Arazın bu tayında sirkələnmələr. Burada sözsüz ki, anlamalısan, Azərbaycan bütöv olmadığına görə, bax, onun ərazisinin çox kiçik hissəsi, ahalisinin çox kiçik hissəsi, burada sözsüz ki, nəsə danışır, Azərbaycan brendinə çıxmaq istəyir, bu çox böyük məsuliyyətdir, çünki Təbriz olan yerdə Azərbaycanın demək ki, mənəm ancaq Azərbaycan, biraz o qısqanclığa səbəb olur. Və bu hələ biraz mübahisəlidir. Harada Azərbaycan? Hara daha çox Azərbaycan? Və bu Təbrizlilər nə üçün biz danışa bilmirik? Çünki Təbrizlər deyir, Azərbaycan bizik. O Şah İsmailin qurduğu məmləkətdə biz qaytarırıq. Və Trumpla danışıqlarda, bu müharibədə zətdə Təbriz bu işi çox yaxşı görür. Mənim çox sayılı məqalələrim var, baş verən hadisələr haqqında. Və sual olur ki, kim bu məsələdə mikrofonu bizdən almaq istəyir? Bizim kimi işi bilən adamları, istər Təbrizlər, əslində Təbrizi və Təbrizləri Ümum Azərbaycan siyasi, mədəni diskursundan kənarda qolmaq istəyir. Sözsüz ki, əyalətçilər, çünki Azərbaycanda uzun müddət əyalət insanları mədəniyyətə, siyasətə hökm eləmək istəyirlər. Artıq bunun sonu gəlir.
Mən elə onu soruşacaqdım ki, bu ilin əvvəlində siz uzun illər həyat yoldaşınızla, xanımınızla birgə verilişlər aparmısınız. Demək olar bütün telekanallarda özünüz demişkən. Azad Azərbaycan teleməkanının yaradılmağında İlhamiyə Bəli, bəli. Rza ilə Həmid Rizçinin xidmətləri danılmazdı. Amma qəribədir ki, kifayət qədər populyarlığınız olduğu bir halda, sizi də tamaşaçı auditoriyası formalaşdığınız bir halda bu ilin əvvəli sizlə elə bir işləmək missiyası bitdi. Bəli. Hə. Və indi siz hələ onda 65, yəni o rəsmi təqaüd yaşınızda hələ tamam deyildi, biraz ertə idi. No, fərqi yoxdur. Amma O bəhanə idi. Ay sonunda yox, heç hələ onda 65 də tamam deyildi. Xanımınızda da təbii ki, hələ onda var. Hələ onda bir neçə il var. Birdən-birə, yəni sanki Azərbaycan teleməkanında siz biraz söz bəlkə də kobud çıxacaq, sanki elə bir missiyanızı başa vurmuş Bəli, kimi mən xoşbəxtəm. Göründünüz. Mən hesab edirəm ki, mənə bu lazım idi. Mənə azad etdi. Çünki mənim güney fəaliyyətim üçün bu lazım idi. Düzdür, bunu mənim üçün elə eləmişik ki, məni nəsə laxladacaq. Albaq mənim həyatımı... Amma əslində bu məqsədli idi də, yəni sizin işsiz qoyulmağı. Bəli, bəli. Ancaq mənim üçün çox böyük imkan. Mən azad oldum. Çünki mənim ictimai öhdəliklərim var. Hər halda efirdəyəm, müəyyən bir rəsmi qurumda işləyirəm. Mən bunları dırnaqarası itirdim. Bilirsiniz necədir? Siz bilirsiniz, həmişə gərək düşmənbə çox sağ ol deyəsin. Bu Hötedən gəlir, Faustdan. Bəli. O deyir ki, Mefistofel haqqında danışarkən, deyir ki, o həmişə şər qüvvədir. Mənfi işlər görür, ancaq nəticələri müsbətdir. Elə deyəcəydim, o şəhərin sənə verdiyi yaxşı şeylər də var. Bəli, mən həmişə sıfırlanmışam dəfələrlə işsiz qalmışam, dəfələrlə üstümə çox ciddi hücumlar. Mənim bioqrafiyam çox zəngindir. Mən siyasi mühacir ailəsində durmuş, həyatın böyük qismətində heç sən bilmirsən. Heç siz bilmirsiniz ki, biz kimik? Və mən istəmirəm siz biləsiniz biz kimik. Allah rəhmət Biz siz bildiyiniz, mənim atam çox ciddi ictimai siyasi fiqur olub və çox sevinirəm ki, siz onu tanımırsınız. Məni də tanımırsınız. Atamı da tanımırsınız. Çünki o lazım deyil. Biz Güney Azərbaycan, İran ictimai siyasi həyatında çox ciddi fiqurlar olmuş. Tarix var. Təsadüf idi ki, biz Sovet İttifaqı çöktük 90-cı illərdən neysə özümüzü Şimali Azərbaycana həsr etdik və bunun acı nəticələrini mən gördüm. Mənim fəaliyyətim Güneylə bağlıdır indi, Arazın Otay ilə bağlı. Mən çox xoşbəxtəm ki, azadam və çox sağ ol deyirəm şər qüvvələrə, Mefistofellərə ki, insanlara pislik etdikcə nəticələr həmişə əla olur. Həmişə çalışaq, bizə zərbə vuran adamları sevək. Çünki onlar bizə, bunu Bulqakov da bilirdi, onun Master və Margarita əsərində dəfələrlə bu fikir qoyulur ki, şər yaxşı qüvvədir. Çünki doğrudan ancaq şərin vurduğu zərbə səni redaktə eləyir. Sözün həqiqi mənasında ədəbiyyata, yazıcıya bu çox lazımdır. Diktatura böyük ədəbiyyat yaradır. Bu Güneydə göstərdi, Sovet ədəbiyyatı da göstərdi ki, bugün traktor sazı əgər Amerikaya sıçrayıbsa və Amerika çempionatında 7-8 Təbriz bombardiri hücumçusu, futbol hücumçusu iştirak edirsə, əgər Kanda Azərbaycanlılar Cəfər Pənahı vasitəsilə birinciliyi alırsa, biz isə bizim teatr, mədəniyyət, idman xadimlərimizə pul, para davasından başqa heç bir Şekspir dramaturgiyasına girişə bilər. Teatr ətrafı axmaq söhbətlərdədir, bildiyin məişət söhbətlərdir. Teatr ətrafındadır bizdə, səhnədə deyil. Keşke o teatr ətrafı söhbətlər səhnəyə sıçrayıb, əli olar, sıçramır. Qalır koridorlarda, dedikodularda, bu kino da belədir, bizdə jurnalistika da belədir. Buna görə də mən ümumiyyətlə Şimali Azərbaycan dosyasını çox rahat, kolaycasına qapadım özüm üçün və çox xoşbəxt. Mənim Təbriz kimi gözəl şəhərim var, oxucularım var, məni sevən insanlar var və mən doğrudan da çox qorxulu bir yuxu kimi Şimali Azərbaycandakı həyatımı unutmaq istəyirəm. Və Təbrizdə olduğunuz günlərdə də burada yenidən o dediyiniz, bilmirəm, Mefistofellər, şərə qulluq eləyənlər deyək, bilərəkdən də görünür, ocağı körüklədilər, başladılar yenə sizin haqqınızda müəyyən şeylər yazmağa ki, ilin, yəni günün bu vaxtı nə məqsədlə Həmid Rizçi Otaya gedib?
Mən başqa cür deyə o sualı özümə verirdim. Yox, yəqin xəbəriniz var idi. Yox, mən məsələdən. əvvəla orada internet yox Hətta idi sizi- deyə. yox. İnternet yox idi deyə. Birisi necədir? Az Müharibə qala başlayan. casusluqda suçlayanlar da var idi ki, yəqin Bilirsən, o üç hərfli qurumların vəzifəsidir. Həm terroristçilə məşğul olmağa. Onların bu könüllü bir belə deyək də, nökərləri olmaq istəyənlər var. Bəli, bəzi adamlar çox istəyirlər üç hərfli qurumların əməkdaşı olsunlar. Kölgə əməkdaşı olsunlar. Yəni bu arzularıdır və onlar həmişə bax belə bir sahə axtarırlar ki, orada danışsınlar. Bu mövzu onların mövzusudur. Mən yeri gəlmişkən mən sizə deyim ki, Azərbaycan əks kəşfiyyatının və kəşfiyyatının tarixini ilk dəfə mən çəkmişəm, göstərmişəm. 1919-cu ildə necə Azərbaycanda Səmədov adlı Əlixan Səmədov cavan bir oğlan Rus Ağ Qvardiyası casus şəbəkəsini tapır, ifşa edir, onun məktublaşmağı. Onun haqqında bizim çox gözəl məqaləmiz var, araşdırmamız var, filmimiz var. Yəni ki, biz özümüz bu işi çox yaxşı bilirik. Mənim atam uzun müddət İran solçularının Azərbaycan Demokrat firqəsinin vuran əli olub. Kimdən siz danışırsınız? Mən gözümü açandan elə bu işlərin içində olmuşum. Əgər mənim üçün bir qanun xatam varsa, mən burada nə üçün danışıram? Nə üçün mən çoxdan aparardım. Nə üçün aparmadım? İttihamlar çox ciddidir. Düzdür. Mən elə işlərdən qorxmuram. Mən çox sevinərdim ki, məni aparıb dəmir barmaqlılar arasında saxlayardılar. Çünki işsiz qalmaq, pulsuz qalmaq və mənəvi əzablara düşmək və it qurdun ağzına salmaq, o daha pisdir. Şərin ən yaxşı zərbəsinə hazıram. Həmişə də görmüş. Ancaq kiçik bu ağcaqanad sancmaları yaxşı deyil. Xoşum gəlmir. Əjdahanı göndərin mənə. Cırcırlamaları göndərin. Onun da öhdəsindən gələrik. Biz Təbrizdiyik. Biz peşəkar inqilabçı. Peşəkar. Səttarxan, mənim babam Səttarxanın tüfəngçisi olub. Mənim atam İranda 3 inqilab edib. Mən İran inqilabçının 7 nəslini yola salmışam Brandenburg qapılarından Qərbi Almanya. İndi mən öz bioqrafiyam çox zəngin. Siz kimlə masa arxasında oturub danışın? Mən Cenevədə İran arasında gedən danışıqları hələ aprel ayının 16-sında danışmışam. Bütün bu hadisələr var ki, gəldi və Azərbaycan siyasətini çox qəliz vəziyyətə salan bu Trump Amerika danışıqlarının İslamabadda yox, Cenevədə getdiyini və Təbriz Ticarət Sənaye Palatası tərəfindən yazıldığını, Pezeşkanın orada baş müəllif olduğunu çoxdan deyirdim. Ancaq Azərbaycanda olan politoloqlar, siyasətçilər ki, bunların işi, bəli, Təbriz udmasın. Təbriz önə çıxsa, çünki mədəniyyətdə biz Bəli Cəfər Pənahinin qələbəsini gördük. Biz futbolda Traktor Sazının qələbəsini görürük və Təbriz Traktor Sazı bugün Amerikada oynayır. Təbriz siyasətçiləri də bugün Amerikada oynayır. Pezeşkanın simasından gözünüzü açın, ayılın. Bunu mən sizə deyirdim. Yox, biz əyalət olmalıyıq. Təbriz heç kimdir, biz böyük. Bu fikirlər gətirdi, bu fiyaskoyu gətirdi. Azərbaycan politologiya elminin fiyaskosuna gətirdi. Biz çünki xəyalpərəstik. Biz yalancı senarilərdən düşünürük. O senari müəllifi heç də biz deyilik. Bilirsiniz necə? Xarici ölkələrdir. Çünki xarici ölkələri işləyənlər məhz onlardır. Biz deyil. Biz elə Azərbaycanlıyıq. Biz Təbrizə işləyirik. Düşmənə işləmirik. Və Təbrizə işləmək mənfi iş deyil. Bugün Azərbaycan üçün. Gözünüzü açın. Azərbaycan təkcə sizdən ibarət deyil. Siz bu ismarışları verdiniz. Bəli. İndi bütöv Azərbaycan ideyası nə vaxt gerçəkləşər? O, bilirsiniz necədir? Birisi bir xalq təfəkkür yürünə zamanənin imamı var da. Zamanənin imamı bilirsən də kimdir? İmam Mehdidir də. Yəni, hüccətsiz olmur da. Dövrün imamı olur da. Dövrün şairi də olur da. Sözsüz Azərbaycan mədəniyyəti şair mərkəzli mədəniyyətdir. Düzdür? Kimdir o şair? Səncə yoxdur o şair? Azərbaycan xalqı nəyə görə meyxanaçıları sevir, nəyə görə reperləri sevir? Şairləri sevmir ona görə ki, satqındılar. Niyə görə? Şair qarşısızdadır. Həmin tercihçi, siyasətçi deyil ki, mən şairəm.
Mən ilk növbədə modernist, möhkəm şairam, klassik ədəbiyyat ənənələri üzərində klassik filologiya professoru Qafar Kəndi Hirişçinin ailəsində doğulmuşam. Mən ədəbiyyatın içində doğulmuşam. Mənim atam professor olub, özü professor adını Moskvada alıb. 1973-cü ildə. Klassik şərq ədəbiyyatı üzrə mənim atam ilkin mətnləri oxuyurdu Respublikalı Yazmalar İnstitutunun direktor müavini, çox vaxtda direktor müavini elə direktor idi. Çünki direktorlar heç vaxt bizdə Şimali Azərbaycanda əsl direktorlar olmayıblar. O əl yazmalar mənim atam oxuyur. Mənim atam bütün əl yazmalarını oxumaq istəyir. Əl yazmalarını sevirdi. Bax, mən belə bir ailədən çıxmışam və ən yaxşı şeirləri mən yazdım. Hə, mən dövrün şairiyəm də, hə? Mən sözümü deyirəm də, şair ictimai siyasi mövzularda şeir yazmalıdır. Əgər o ictimai siyasi mövzularda şeir yazmırsa, xalqdan çox şey istəməsin. Əgər özünə qapılırsa, güya ki, bunun nəsə yalancı bir şair halimiz adı yoxdur. Var, ictimai siyasi həyat. Onun üçün xalqın orada tələbləri. Şair bir gün onlara səs vermirsə və bir gün yazıçıların əksəriyyəti xaindir. Şimal Azərbaycandakı şairlər hamısı poeziya xəyanət edib. Vətənə eləməyiblər, ancaq poeziya xəyanət ediblər. O xainlər daha qorxuludur. Bizim ziyanların əksəriyyəti şeirə xəyanət edib. Bundan böyük xəyanət yoxdur. Əksəriyyəti şeirdən başlayıb və şeirə xəyanət edib. Şeiri uduzublar. Çünki şeirə elə adamlar özləri lazımdır. Mesela bir nəfər var şeirdə udub. Hamımızı şeirdə udmuş. Siz bunu deməyə qorxursunuz. Çünki sizə yalancı ədəbi proseslər, yalancı siyasi həyat, yalancı mədəni həyat, başa düşdünüz. Elə mən deyəcəkdim, sizin o dediyiniz qavrayışda, o biçimdə sənət, mənəviyyat aşılanmayıb, çatdırılmayıb. O da məqsədli olub da təbii ki. Bəli. Çünki məqsədli olub ki, əsas mahiyyətdən kənarda qalaq. Bəli. Yəni, Şairi mərkəzdən götürək. şairi mərkəzdən Bəli, götürək. bizim mədəniyyətdə, mədəniyyətimizin düşmənləri, ölkəmizin mədəniyyəti, o şairi mərkəzdən götürüblər də. Kim nə deyirsə desin, Əlağı Vahid mərkəzdə idi. Elə deyək. Müşfiq mərkəzdə idi, Sabir mərkəzdə idi, yazıcı qələm mərkəzdə idi. Qələm olan yerdə də bilsən də qılınc da var. Amma o qələmi götürmək. Meyxanaçılar gəldilər. Fikir verir. Bizdə şairi yığışdıran kimi xalq meyxanaçılara uydu. Niyə görə? Çünki şair oldu meyxanaçılar. Bayram Kürdəxanlı oldu şairdə. Məşdi Baba oldu da. Evet. Onlar da öldülər. Şair, bunlar heç bir axı bilsən də şair çox yaşamır. Çox yaşamır. Yaşayırsa, gördür, onu saxlayan qüvvə var. Mən belə düşünürüm. Yəni, demək istəyirəm ki, bizdə xalq sevir şairləri. Şairlər oturub, məsələn, bizdə azad yazarlar ocağı mən yaradmışdım da. Bizim şairlərin əksəriyyəti orada olanlar öldü. Niyə görə öldülər? Çünki ictimai siyasi mövzuda şeirlər yazmaq istəmədilər. Xalqın neyinə lazımdır sənin buludla olan sevişməyin? Məsələn, sənin daxili işi. O xalqa lazımdır. Nazım Hikmət elə döyürdü, Mayakovski elə döyürdü. Bildiniz necə? Sənin daxili yox, zahiri söhbətlərin lazımdır xalqa. Ona görə də Azərbaycan şeirinin mərkəzindən olan şairi götürdülər və oraya gətirdilər blogerləri. Blogerlər. Gənc nəsli bu enerji içkiləri biz onları məhv edəcək, qoca nəsli həvəsləndirici dərmanlar, şəhvətli dərman, bunlar otellərdə öləcək, onlar küçədə öləcək. Orta nəsrdə blogerlər. Blogerlər. O nədir bloger? Bu dövrün zamanın qəhrəmanı bir gün blogerdir. Bir gün bəzi adamlar Elmlər Akademiyasının qabağında bazar açmaq, kitab satmaq, kimsənə icazə verib. Kimsən ona icazə verib. Laybrafla üzbəüz, hansı ki, böyük ədəbiyyata iddialıdır. Arxasında Elmlər Akademiyası, qabağında Laybraf kitab dükanı. Kim Elmlər Akademiyasının qabağında bazara çövürür, nə üçün o şairi ortaya qoyur mərkəzə, əsr şairi götürərək. Məqsədlidir bu siyasət. Bu, mən deyirəm, Azərbaycan mədəniyyətinə qarşı olan bu təxribələr məqsədlidir. Məqsəd, Azərbaycan mədəniyyətinin ortasında olan şairi götürmək. Şair orada olmamalıdır, orada bloger olmalıdır. Hətta sözün əsl mənasında o dediyimiz şairi, sözün əsl mənasında alimi, sözün əsl mənasında fikir, düşüncə adamını,
Ukraynada həmişə deyirlər ki, Lvov, Qərbi Ukrayna beyin mərkəzidir Ukraynanın. Çünki Təbriz kimi. Bəli, bəli. Necə? Çünki millətçilər o Ukrayna xalqı Ukraynanın da Təbrizi Lvovdur. Bəli, bəli. Həmişə məsəl üçün Lvovlular özlərini Kiyevlərdən də yuxarı tuturlar. Bəli. Eynən Bakıyla Təbrizin münasibətləri. Demək olar. Mən çünki biraz orada yaşamışam, yadımdadır. Mən də yaşamışam Lvov. Çox maraqlı gəlirdi ki, Ukraynada olanda və mənim özümə də Lvov daha çox maraqlı gəlirdi, açığı. Gözəl təsir bağışlayır. Əslində bir gün Lvov qələbə çalıb Ukraynada. Lvovun mövqeyi. Lvov qələbə çaldı. Elə deyəcəydim ki, bu 4 il, 4 Azərbaycanda da biz onu görəcəyik. Təbrizin hökmü günü-gündən artır. Biz İranda olan hakimiyyətimizi qaytaracağıq. Bizim məqsədimiz Şimal Azərbaycan deyil. Mən özüm güneydə baş verən Ağ İnqilabından sıx məşğulam. Bunun teorisiyonu, nəzəriyyəçisi, məqalə yazan mən olmuşam. Mən Güney Azərbaycan ictimaiyyətini, siyasətçilərini Qırmızı İnqilabdan çəkdim Ağ İnqilaba. İnqilab-ı Sefid deyirlər İranda ona. Çünki farslar öz İnqilab-ı Sefidlərini 1963-cü ildə eləyib Azərbaycandan zərbə vurdular. Bəli. Yəni silahla, top tüfənglə bəli, bugünkü dövr. ilə. Bəli, biz Ərəb baharını təkrarlaya bilmərik də. O bilsən ibtidai icma dövründə yaşayan o Kürd separatçılarına, Bəluç separatçılarına nəyə görə Amerika, İsrail, İranda uduzuldu? Çünki Güneyə, Təbrizə yox. Marginal Kürd separatçılarına, marginal Bəluç separatçılarına, şahpərəstlərə, Pəhləvi rejiminə, sülaləsinə bəli, əməlli başlı güvəndilər, onlarla oyunbazlıq etmək istədilər. Tehran isə neynədir? Tehran çox ağıllı hərəkət. Təbrizdən Azərbaycan millətçilərinə işlədi. Traktor sazını bəli icazə verdi, qələbələr alsın. Bəli icazə verdi ki, Təbriz Almaniyada Xarici İşlər Naziri, İran Xarici İşlər Nazirliyində ilk dəfə. Çünki İran Xarici İşlər Naziri əslində həmişə farsların nəzarətində olub, Türkmənçayda. Təbrizə oraya girdilər və Xorasan klanından çox ciddi əlaqələr quruldu. Bünyad İmam Rıza İranın və dünyanın bir sayılı bankıdır, Maliyyə Bankı. Bank Vatikan nədirsə, Avropada Bünyad İmam Rıza Məşhəddə Təbriz Xorasan klanından birləşərək İranda hakimiyyət ələ keçirdi və keçirdir və labud prosesdir. Cəfər Pənahinin qanda birinci yer almağı. Görürsünüz, orada Fars millətçiləri almalı idi. Məhəmməd Rasulov adlı bir farspərəst, güya ki liberal, o almalı idi. Ancaq son anda birdən-birə məlum oldu, yox. Cəfər Pənahı alır. Pezeşkanı biz gülürdük. Kim Pezeşkanı deyir ki, hakimiyyət yoxdur, sepa boş şeylərdir. Pezeşkan Təbrizlər özləri o əhvalatı yaradırlar ki, altdan iş görürsün. Son anda məlum oldu ki, Trump'ın imzasının yanında Pezeşkanın imzası deyir. Kimdir zəif? Bax, bu fikir ki, Pezeşkan zəifdir, heç nə eləyə bilmir. Bunu məhz Təbrizin birinciyini qəbul etmək istəməyənlər. Və onlardır. Pezeşkan zəif deyil. Təbrizi, İrandakı oyunun müəllifi Pezeşkandır. Udan da odur. Bax, çalışın siyasətdə udan tərəflə iş görür. Məğlub tərəflə görür. Biz Şimali Azərbaycanda İranda uduzan tərəflə. Biz girdik sazişə, onları belə marginalları dəstəklədik. Nə üçünsə, əyalət adamlarını, atası-anası bəlli olmayan şair yazıcıları, Təbriz Ticarət Sənaye Palasına əlaqəyə girmədik, ticarətə girmədik. Biz sərhədimizi bağladıq və bu sərhəddən Azərbaycana Bakıya ziyanı var. Bu sərhədin bağlı olmağı bizə ziyanı var və bunu bizim düşmənlər eləyib. Sözsüz Kürd separatçılar. PKK. Bəli, PKK Güney Azərbaycanla Şimali Azərbaycan arasında sərhəddən bağlanmaqla birbaşa məsuldur. Düzdür, bizim hakimiyyət ona imza atıb. Bəli. Ancaq mənə elə gəlir ki, o sənədləri yuxarılara qaldıran və sərhədimizi bağlatdıran qüvvələr bəli, bu işi görüblər. Ancaq bunun Azərbaycan ziyanı var və mənə elə gəlir ki, ölkə rəhbərliyi sözsüz ki, vəziyyətin nə qədər olduğunu anlayıb bu sərhəddə açacaq. Elə mən söhbətin yekununda onu deyəcəkdim ki, siz ilin əvvəlində o Təbrizə getməyiniz ata-baba yurduna. Mən Təbrizliyəm. Mən hara getməliydim? Mən xalqım çətin günündə. Yox, özdən məhz o ev... Hamı, sən də getməliydin. Sən də ora getməliydin. Ata-baba ocağını tapmağınız, o bayaqdan bəri elə belə danışdığımızın bir növ açarı deyək, rəmzi deyək, onun bir elementidir.
O mənada, yəni mən də düşünürəm ki, yəqin zaman lazımdır, müəyyən o proseslər lazımdır, amma gec-tez bu iş öz axarı ilə gedəcək. Sözsüz ki, Azərbaycanın taleyi biz müəyyən bir 30 il ərzində böyük nailiyyətlər əldə etdik. Qarabağda müharibə, 44 günlük müharibədə gəldi. Bunlar hamısı bizim, necə deyirlər ki, uduşumuzdur. Ancaq Qarabağda qələbədən sonra sürətli bir stagnasiya başladı və bu gün birisi də iqtisadi artım sıfırdır Azərbaycanda. Bu statistik rəqəmlərlə heç kim gərək mübahisə etməsin. Rəqəmlər çox tərsdir. Rəqəmlər bizim əleyhimizdədir. Rəqəmlər o vaxt arta bilər ki, Təbrizlə bizim iqtisadi, siyasi, mədəni əlaqələrimiz güclü. Ancaq onda bizim iqtisadiyyatın, mədəniyyətin rəqəmlərində artış ola bilər. Təbrizsiz dedikodudur, teatr dedikodudur, kino olmayacaq, şeirdə də inkişaf olmayacaq, heç nə olmayacaq. Çünki ölkə bütöv deyil və çalışaraq ölkəni bütövləşdirək. Azərbaycan təkcə 78.000 kvadrat metrdən olan kiçik bir ərazi deyil, cəmi 10 milyon adam yaşayır, 40 milyon Azərbaycandır. Azərbaycan oradadır, burada böyle bir şey ciddi. Mən öz seçimimi etmişəm. Yox, biz bu barədə danışırıq və biz bunu düşünürüksə, deməli, o siyasi rəhbərlik də bu mətləblərə bir baş vurur, bu barədə yəqin ki, o da düşünür, bir qərara gələcək. Mən heç cür təsəvvür eləmirəm ki, eləyə bilmirəm ki, daha doğrusu, bu mövzular ona yaddır. Yaxud belə deyək, qətiyyən düşünməsin, daşınmasın. Ona görə də gezi tezi var. Yox, bizə sözsüz ki, bizə böyük mütəxəssislər lazımdır. Artıq mütəxəssislərimiz yoxdur. Biz filoloq yetişə bilmərik artıq. Filoloqlar ancaq Təbrizdə yetişə bilər. Çünki klassik ərəb fars dillərini bilməlidirlər. Bunlar bilmir. Bizim indiki filologiyamız farsça bilmir. Və farsları düşmən göstərirlər. Nəyə görə? Çünki özləri farsça bilmir və o mövzunu. Azərbaycan mədəniyyətinin həmişə farslarla dialoq olub, ərəblərlə dialoq olub. Bu şərq mədəniyyəti. Biz necə? Bakı Avropa şəhəri deyir. Biz sən onun daşlarını ağartmaqla və orada müəyyən qərb standartlarını gətirməklə müasir sən onu Avropa şəhəri eləyə bilməsən. Bakı Azərbaycan şərqdir. Biz özümüzdən Avropa şəhəri düzəldirik, bu özünüz bilərsiniz. Ancaq bu aldadıcı bir mahnıdır. Bu xaric oxumaqdır. Mahnıdır, xaric oxuyur. Bakılarsız Bakı. Biz adətən memarlıq abidələrini çəkirik, daşıyıq. Deyirik Bakı budur. Yox, Bakı ilk növbədə Bakılılardır, insanlar. İlk növbədə Bakılıları və Bakı haqqında düşünək. Çünki Bakı ilk növbədə canlı Bakılıdır. Bakı Qız Qalası deyil, daş deyil. Qoşaqala qapısı deyil. İsmailiyyənin gözəl binası deyil. Bakı Bakılıdır. Biraz canlı insanlara doğru verir. Bu blogerlərin. Bloger şəkil çəkir, ancaq insansız. Fikir vermişsiniz də blogerlər. Bakı, yəni evlər, binalar. İnsan yoxdur. Çox qəribədir. Hə. Mən sizə deyim ki, bu blogerlər, süni intellektdə biz üstünlük vermişik yalandan. Bütün bizdə hökmləri mədəniyyətdə sonunda süni intellekt verir və onun üçün nəticələr də budur. Süni intellektlə işləməyi biz bax. Nəyə görə? Süni intellekt həmişə səni oxşayacaq. Bizim süni intellekt həmişə mənfi olur, çünki özümüz mənfi. Biz müsbət olsaq, süni intellekt də müsbət olacaq. Çünki ona müəyyən o integral suallar ki verirsən, onun sualları düzgün verməlisən. Mən də istəyirəm süni intellektlə işləməyi. Düzdür, mən əleyhinə deyirəm, müasirliyə qarşı çıxmayaq. Ucuzarsan. Ancaq süni intellekt, mənim şeirim var süni intellekt haqqında. Əbədiyyət haqqında. Minnətdaram. Biz bir xeyli məsələlərə toxunduq. Əsas da elə bil bu xalqın var olmasının, nicatının çıxış yolunu nədə görürük, nədə ola bilər, ondan danışdıq. Təbriz. Ancaq məsələ var ki, bu Təbrizi deyəndə bəzi adamlar əməlli başda Təbrizi Azərbaycan ictimai-siyasi fikrindən təcrid etmək, çıxartmaq, Təbrizin güya ki, qaragürük bir şəhər olmağı, geridə orta əsr fanatizmi. Təəssüf ki, bunun tərəfdarları Azərbaycan Milli Məclisində var. Bunlar çox qorxmadan danışırlar. Təbrizin əleyhinə, mən başa düşürəm İranın əleyhinə danışırlar. Hər yanda var onlar, tək orada deyil. Yox, qorxulu Milli Məclisdədir. Milli Məclisdə Təbrizin əleyhinə olan adamlar var. Və mən qorxmadan onlarla disputada girə çıxa bilirəm. Nədən qorxursunuz? Gəlin oturaq danışaq. Təbrizin nəyə xoşuna gəlmirsən? Sən haçandan Azərbaycan adından bütöv danışırsan? Sən
40 milyonluq insana Azərbaycanlı deməmək istəyirsən. Sən demək istəyirsən ki, Təbrizin Azərbaycana dəxli yoxdur. Sənsən Azərbaycan. Yox, amma bütövlükdə Azərbaycan cəmiyyəti işte Təbriz haqqında və Cənubi Azərbaycan haqqında o dediyiniz kimi fikirləşmir ki, geri qalmışdı. Əksinə elə kök doğrudan da Yaxşı ki, geri qalma. Bu müasirlik heç bizə lazımdır. Mən sevinirəm ki, orada çox böyük bir xam neftimiz var. Belə deyək də, hə? Yaxşı ki, burada olan bir cür nöqsanlardan onlar keçmədilər. Allah Teala özü buna icazə verir. Ancaq bunun startı başladı. Pezeşkiyan həmin ulduzdur. Cənab Prezident İlham Əliyevin bilirsən də çox gözəl münasibətləri var. Pezeşkiyan utdu. Və bir gün onun imzası Trump'ın yanında dayanır. Sən bilirsən ki, Trump yoludur ki, bizim Zəngəzur yoludur və sair və ilaxır Azərbaycanın Zəngəzur yolu əslində Təbriz yoludur. Və mən Cənab Prezidentin böyüklüyüdür ki, əslində ona Təbriz yolu demir, Trump yolu deyirik. Bəli. Görünür, siyasi konjunktura bunu tələb edir də biz. Elə deyəcəkdim, bu da konjunktura da olsa amma. Bu göstərir ki, sözsüz ki, ölkə rəhbərliyi anlayır ki, Təbriz o mənada deyirəm ki, yolu əsas. Heç də hər şey itirilməyib, inşallah yaxşı olar. Yaxşı. Mən axırda sizə bir şeir oxumaq istəyirdim. Bilmirəm, oxuya bilərəm. Vaxt var ya, yoxdur? Bu şeirdə söhbətimizlə səsləşir deyin, yəqin ki. Yox, bu əbədiyyət haqqındadır. Bilmirəm, oxuya bilərəm ya, yox. Buyurun. Mən istəyirəm deyim ki, dünyada əbədiyyət var. Çünki əbədiyyət bütün biz dediyimiz söhbətlər ilk növbədə şeirin, mədəniyyətin ana hədəfidir. Şeirin adı inklüzdir. Dünyada əbədiyyət var. Var. Ancaq o nə ingilisdir, nə də rus, nə də fransuz, nə Port Baku Redinsendə penthouse, nə də şampan qədəhində əriyən buz, nə sürdüyün lüks Lexus, xüsusən Belarus, dəxilsiz qaqauz, nə də ki bizim sevimli əruz, nə ulu zərdüş, nə şər tanrısı əhrimandır, nə əhli imandır, nə əhli ivan, nə xeyir tanrısı hörmüz, nə kədərli fauz, nə Le Carre'nin yazdığı roman, soyuqdan qayıdan casus, nə kilsələrdəki Yesus, nə kazinoda bəxtivə düşən qırmızı tuz, amma var, sənin üçün var, axtarsan. Adı inklüzdür, inklüz. Belə adlanır, mezozoy, paleozoy erasında ata-anasından küsüb, bütün dinozavrları görüb, görüşüb, həm də ölüb, yolda, gorda Atilla'ya tuş gəlib, tək ona xoş gəlib, evə əli boş gəlib, prezident aparatına barəsində danos gəlib, əlini mən kimi hamıdan üzüb, öz kölgəsini öldürüb, qələmi anarın kabinetinə qədər sürüşüb, oradan okeanı arazı üzüb, aynəsə ASTV-də zəlzəliyə, əvvəl bək zərbəyə, sonra Kərbalaya, müqəddəs Kəbəyə, sonra Kəhrabaya, sonra Kremldəki qapalı inklüz kolleksiyasına düşüb, orada da əbədi yaşıl qalan, yaşayan böcəklər, yekə hörümçəklər, belələri ölməyəcəklər. Oradan başlar üfüqlərdəki məntiqsiz əyri qövs, cənnət bağı Firdövs. Çox sağ olun. Yəni bunu da mən inklüz dünyada yeganə əbədiyyət alan həşəratlardır ki, onlar kəhrabanın içində düşürlər, mezozoy eləsində qalırlar, çürümür. Bu cür əbədiyyət var. Mən bu haqda inklüz şeiri ona həsr olunur. Əbədiyyəti qazanan canlılar haqqında ki, ola bilsin ki, bu müəllifin iddiası da məhz inklüzluğadır, eksklüzivliyədir. Amma mən heç birimizə belə əbədiyyət arzulamıram və arzulanmadan da elə söhbətimizi bitirirəm. Təşəkkür edirəm. Sağ ol. Dəvətimizi qəbul elədiniz, gəldiniz. Minnətdarım, var olasınız. Sağ ol. Əziz izləyicilər, bir daha xatırladım ki, həm söhbətim tanınmış şair, yazıcı, jurnalist Həmid Erisçi idi. Kanalımıza abunə olmağı, fikir və təkliflərinizi yazmağı, verişlərimizə baxıb bəyənməyi unutmayın. Sağ olun, Allah amanda.